sadəcə Allah barəsində danışmaq deyil. Bizim ibadətimiz Allahın sözündən öyrənməkdir. Çünki əgər biz Allahın sözündən öyrənib həyatımız üçün rəhbər götürməsək, bu ibadətin nə mənası olacaq? Onda buna ibadət deyil, sadəcə eyni maraqda olan insanların görüşü deyə bilərik. Yəni bizim maraqlarımız oxşardır. Biz Allah haqqında danışmağı sevirik. Amma bizim Allaha etdiyimiz ibadət ancaq zamanla məhdudlaşmır axı. Biz ancaq burada yığışdığımız zaman Allahdan danışıb və buradan çıxandan sonra digərləri kimi bacardığımız qədər, nə qədər gücümüz, taqətimiz çatdığı qədər yaşamaq barəsində düşünmürük axı. Biz hər bir işdə Allahın sözünü özümüz üçün rəhbər tutmaq barəsində danışırıq. Niyə bu önəmlidir? Niyə Allahın sözünü, onun bizə müqəddəs kitab vasitəsilə verdiyi nəsihəti biz özümüz üçün rəhbər tutmalıyıq? Bilirsiniz, bir çox insanlar dünyanı Allah yaratdığında şübhə etmirlər. Əlbəttə Allah yaradıb. Yəni bu cür gözəllik və kamillik öz-özünə yarana bilməz axı. Yəni və yaradılan bu kainat, bizim gördüyümüzlər, hələ biz gördüyümüzü bacarırıqsa, nəyə biz görürüksə, biz görürük ki, o mükəmməldir. Fəsillər ardıcılıq ilə bir-birlərini əvəz edirlər. Gecə, gündüz bir-birini əvəz edir. Əgər onu yaradan yoxdursa, əgər onu idarə edən yoxdursa, bu necə olar? Müqəddəs kitab aydın deyir ki, yeri və göyü yaradan Allahdır. Bütün qanunları, fəsilləri, zamanı təyin edən Allahdır. Və eyni zamanda dünyanın hakimi Allahdır. Allah dünyanın hakimidir. Allah nəinki dünyanı yaratdı və biz insanların öhdəliyinə verdilər ki, gedin yaşayın, bir gün görüşərik. Yox. Allah dünyanın 7-ci qatına qalxaraq insanlardan özünü uzaq saxlamadı. Onda nə məqsədlə bizi yaratdı? Məntiq neydədir ki, Allah insanları yaratsın və insanları başlı-başına buraxıb çıxıb getsin? Onda niyə bizi yaratdı? Yox, Allah bizi yaratdı ki, biz Allahı tanıyıb ona etibar etməyi bacaraq. Müqəddəs kitaba adları düşmüş peyğəmbərlər məhz bunda müsbət şahadət aldılar. Onlar Allahı görə bilmədiyi halda ona inandılar. Həmin o peyğəmbərlər və salihlər Allahı görmədiyi halda ona etibar etdilər, ona güvəndilər və həyatlarında verdikləri qərarlar, gördükləri işlər məhz həmin o Allaha olan imana köklənmişdir. Ona görə onlar nə edirdilərsə, onların əsas fikirləri və istəkləri Allaha məqbul ömür yaşamaq idi. Allah ilə bərabər gəzmək idi. Onlar bunu istəyirdilər. Məhz bu onları digər insanlardan fərqli etdi. Onları fərqləndirdi. Və müqəddəs kitaba baxanda Koloslar məktubu 1-ci fəsil 28-ci 29-cu ayədə çox maraqlı bir fikirlərdir. İstəyirəm o ayəyə diqqət yetirək. Hər bir insanı Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün tam müdrikliklə nəsihət və təlim verərək Məsihi bəyan edirik. Bu məqsədlə də zəhmət çəkirəm və onun məndə qüdrətlə fəaliyyət göstərən qüvvəsi ilə mübarizə aparıram. Sözləri diqqətlə yetirəndə çox maraqlı bir düşüncə yarana bilər. Əgər sözləri ötəri oxusaq, o bizim üçün qəşəng səslənən bir cümlələrdir. Amma baxın ki, müqəddəs kitab nə deyir? Allah istəyir ki, hər bir insanı Məsihdə kamilləşdirsin. Kamilləşdirmək, yəni hansısa yüksək bir səviyyə getirməkdir. Hər bir insan həmin o kamilliyə nail ola bilər. Əlbəttə, iman edən hər bir kəs o kamilliyə nail ola bilər. O kamillik Allah tərəfindən gözlənilən və biz insan üçün əldə edilə biləndir. Yəni belə bir şey deyil ki, bizim üçün mümkün olmasın. Bizim üçün əl çatmaz olsun. Əgər elə olsaydı Allah bu ayəni burada qoyub deməzdi ki, mən istəyirəm ki, hər bir insan həmin o kamillik səviyyəsinə gəlsin. Və o kamillik səviyyəsini hər bir insan Məsihdə neçünsə nail ola bilər.
Biz Məsihsiz. Məsihsiz həmin o kamilliyə nail olmaq mümkündür. Müqəddəs kitab deyir, mümkün deyil. Mümkün deyil Məsihsiz bunu etməyə. Əgər bizim həyatımızda bizim üçün ürək yandıran, can yandıran, bizi təşviq edən, bizə nəsihət və örnək verən olmasa, biz hardan bu öğüt nəsihəti alacağıq? Atalar sözündən, misallardan, nəsildən nəsilə keçən deyimlərdən, bayatlardan hardan bunu alacağıq biz? Allahın kəlamı bizə yazılır ki, nəsihət və təlim verir. Necə maraqlı sözlərdir. Biz müqəddəs kitaba müraciət edəndə, biz müqəddəs kitabı sadəcə bilmək üçün oxumuruq. Biz müqəddəs kitabı oxuyuruq ki, oradan nəsihət alaq. Və biz bilirik ki, nəsihət öğütdür. Yol göstərmək üçün verilən sözlərdir. Və deyir, bizim müqəddəs kitaba baxışımız üzr istəyirəm, məhz bundadır. Biz müqəddəs kitabın səhifələrinə baxanda oradan özümüz üçün öğüt götürürük. Necə yaşayım? Necə davranım? Necə münasibət qurum ki, həyatdan kam alıb xoş günlər görməyə bacarım? Hər bir insana təlim vermək üçün müqəddəs kitab bizə verilib ki, biz müqəddəs kitaba müraciət edəndə öyrənək. Niyə öyrənək? Sonra onu öz həyatımızda yaşadaq deyə. Əgər öyrəndiklərimizi yaşatmasaq, onda Allah haqqında bilik bizim həyatımıza hansısa bir xeyir-dua gətirər. Adların müqəddəs kitaba düşmüş insanların həyatına nəzər saldıqda görürük ki, əgər bir kəs Allah haqqında hansısa bir biliyə malik oldu, amma o biliyə uyğun olaraq yaşamadısa, ona heç bir fayda vermədi. Misal üçün, müqəddəs kitabda adı çəkilən Şaul padşah. Şaulun Allahdan xəbəri var idi, əlbəttə xəbəri var idi. Şaul bilirdi, Şaul padşah o Musa peyğəmbər haqqında eşitmişdi. Onun dövründə yaşamasa da, amma nəsildən nəsilə Musa peyğəmbərin vasitəsilə Allahın gördüyü ehtişamlı işlər gəlib çatmışdı. Musa peyğəmbər vasitəsilə verilən qanundan xəbəri var idi və onu padşahlığa məhs edən Şamuel peyğəmbər var olan Allahın adı ilə əllərini onun üzərinə qoyaraq onu padşahlığa təyin etdi. Bilirdi. Amma onun biliyi ona fayda verdi, təəssüf olsun ki, vermədi. Niyə vermədi? Çünki Allah haqqında olan biliyini gündəlik həyatında yaşamadı. Hansısa bir məqsədə, hədəfə gəlib çatmaq üçün etdi, amma bələdçi kimi Allahın sözünə müraciət etmədi. Allahın kəlamına diqqət yetirmədi ki, öz daxilində başqa insanlardan gizli qalan niyyətini müəyyən etsin özü üçün. Mən deyirəm, bu necə maraqlı bir məşqələdir. Heç kim görmür. Heç kim görmür. Amma sən bilirsən öz niyyətlərini özün üçün müəyyən et. Həmişə özünə sual ver, niyə mən belə edirəm? Niyə mən belə edirəm? Mənim belə etməkdə, belə davranmaqda, belə danışmaqda, bu həyat tərzində yaşamaqda niyyətim nədir? Mən nə istəyirəm? Bizim niyyətimiz Allaha bəllidir və Allah adil hakim olaraq bizə xəbərdarlıq edir. Oyatmaq istəyir bizi, agah edir, ayıl. Allahı istehza etmək mümkün deyil. Nəyi əkəcəksənsə həyatında, bu həyatında qaçılmazdır. Mütləq biçəcəksən. Nə münasibət bəsləsən, o münasibət sənə bəslənəcək. Nə etsən qarşına çıxacaq. İnsanlar bundan bir xəbər kimi yaşayırlar. Onlar bunu görürlər başqalarının həyatında. Amma sanki onların həyat hekayəsi fərqli olacaq. Mənim bir xəbərim var. Biz başqa insanlardan seçilməyəcəyik. Biz başqa insanlardan nə artığıq, nə əskiyik. Əgər bir kəs Allaha ehtiram etməyib ömür yaşadısa, əkdiyin öz həyatında biçəcək. Əgər bir kəs ömrünü Allah qorxusu ilə yaşayaraq, Allahın kəlamına mütəmadi müraciət edərək, Allahdan imdad istəyib, kömək istəyib, Allaha sığınırsa, Allahdan mütləq xeyir-dua alacaq. Baxın, biz danışdığımız və fəxr elədiyimiz adlarını övladlarımızda yaşatdığımız peyğəmbərlərin şəhadəti nədən ibarət idi? Məgər onlar nəsə xüsusi bir istedada, qabiliyyətə, keyfiyyətə malik idilər? Yox, sıradan bir insanlar idilər.
Onlar sıradan bir insan idilər. Amma onları öz həmyaşlarından fərqləndirən bir xüsusi bir cəhət var idi. Onlar Allaha etibar edirdilər. Bu onları fərqləndirdi. Musa peyğəmbərin dövründən danışdım və Musa peyğəmbərdən bir nümunə götürmək istəyirəm. Onun duası. Qısa bir duadır, amma nə qədər məna, nə qədər fikir var burada. Allaha özünə aid edən insan, Allah haqqında düşünən insan, o Allaha öz ürəyində, öz niyyətində ehtiramını göstərir. Və bilirsiniz, Allaha bizim olan ibadətimiz, o bizim zamanla məhdudlaşdıran çərçivələrdən mütləq halda çıxıb bizim həyat tərzində çevrilməlidir. Əks halda ibadət zamanında Allah barəsində yüksək danışan, avazlı bir insan olacağıq, amma ibadət bitən kimi ağzından çürük sözlər çıxan, təhqir edən, söyən, heç kimlə fərqlənməyənə birinə çevriləcək. Amma biz baxırıq ki, müqəddəs kitaba adları düşmüş peyğəmbərlərdə bir cəhət var idi. Bir xüsusi bir keyfiyyət var idi. Və Musanın duasına baxanda hansı ki, Çıxış kitabı 33-cü fəsil 15-ci ayədə yazılıb belə deyir. Musa rəhbər cavab verdi. Əgər sənin hüzurun bizimlə getməsə, bizi buradan göndərmə. Maraqlı deyə ifadə. Musa peyğəmbər Allahın onu göndərdiyi böyük bir xeyir-dua ilə Misirdə olan İsrail xalqını azad etmək üçün getdi, tək getdi. O insandakı cəsarətə bax. Tək bir dövlətə qarşı çıxır. Amma bilirdi ki, tək deyil. Bilirdi ki, onu göndərən Allahdır. Və Allah onu göndərdiyi təsdiqini Harun qardaşı onun qarşısına çıxmağı ilə o təsdiqi aldı və Allah onun vasitəsilə Misirdə böyük bir xariqələr göstərdi. Böyük bir möcüzələr göstərdi. O möcüzələrin və xariqələrin nəticəsi olaraq böyük bir izdihamda təkcə Yahudi xalqı deyil, digər xalqlar da hansılar ki Musanın sözünə iman getirdilər, onlar Misirdən çıxdılar. Onlar Misirdən çıxandan sonra isə Musa Allaha dua edir, ya Rəbb, bura qədər gəldik. Bundan sonraki həyatımda əgər sən mənimlə getməyəcəksənsə, onda mən hələ burada da qalım, burada da ölüm. Canımı burada tapşıram, çünki yaşayıramsa sənə yaşayım. Əgər həyatımda sənə yer verməyəcəmsə, onda qoy ömrüm də burada bitsin. Mən deyirdim, necə maraqlı duadır və kim belə dua edir? Kim belə dua edir? Haçan ki öz duasında Allaha deyir ki, ya Rəbb, sən mənə mənim arzularımdan da artıqsan. Buyda, yox. Hər bir insanın öz həyatında bir arzusu, istəyi var. Hər bir insanın bir amalı var. Ona görə hər şeydən keçər. Hər şeydən keçər. Kimi üçün o vətəndir, övladdır, ailədir. Hər bir insanın bir amalı var. Səninki nədir? Nəyə görə canından keçməyə hazırsan? Musa deyir ki, o sənsən. Hər şeyi buraxaram. Amma sən gözümlə görmədiyim Allaha bütün varlığımla, düşüncəmlə, qəlbimlə bağlı qalmaq həsrətindəyəm. Məhz bu Musanı onun həmyaşlarından fərqləndirdi. Məhz bu Allaha münasibəti Musanı peyğəmbər edərək adı müqəddəs kitaba düşdü və bütün xalqlarda Musanın adı yaşayır. Musanın adı bugünə qədər yaşayır. Çünki onun nümunəsi çox maraqlıdır. Və biz çox maraqlıyıq. Biz övladlarımıza peyğəmbərlərin adını veririk. İstəyirik ki, övladlarımız da o peyğəmbərlər kimi şərəfli bir ömür yaşasınlar. Amma özümüz həmin o peyğəmbərlərin yaşadığını yaşayırıq. Onların həsrət çəkdiyinin həsrətindəyik. Onlar arzuladığını biz də arzulayırıq. Yoxsa bizim dualarımız və Allaha müraciətimiz ancaq etdiyimiz ibadətlərlə övünmək və ilin sonunda Şaxta babaya etdiyimiz müraciət kimi ver, ancaq arzulayırıq. Kimdir Allah bizim üçün? Və Allah haqqında danışanda bizim ürəyimizdə, içimizdə yaşadıqlarımız nədir?
Baxın, Musanın güclü tərəfi və mən deyərdim tək Musanın deyil. Musa kimi biz digərlərini tanıyırıq. Biz Nuhu, İbrahimi, Musanı, Danieli, Gideonu və daha digərlərini tanıyırıq. Onlar da öz zamanında yaşayan, onlarla eyni dövrü yaşayan insanlardan neylənsə fərqləndilər? Məgər onlar bizdə belə bir deyim var, göydən səbətlə endilər? Yox. Onlar da öz dövrlərini yaşayan adi bir insanlar idilər. Amma onları həmyaşlarından fərqləndirən bir şey oldu. Onlar gözləri ilə görmədiyi Allaha dərindən, ürəklərindən etiram edərək öz ürəklərində səcdəni qıldılar. Deyirəm, nə faydası var? Əgər Allaha ürəkdən səcdə etməyib, insanların gözü qabağında gözəl ibadətli bir insan kimi görsənək. Nə faydası var Allah barəsində yüksək danışaq, amma Allahın kəlamını açıb, oradan özümüzə ibrət və təlim götürməyək, nə faydası var? Mən deyirəm, yazıqdır o insan. Özünü aldatdı. Özünü aldatdı, amma özümüzü aldadanlardan olmayaq. Gəlin özümüzü aldadanlar olmayaq. Onları digərlərindən fərqləndirən, həmyaşlarından fərqləndirən, onların hansı bir xüsusi inkişafı, istedadı, hansı bir biliyi, təcrübəsi deyildi. Onları fərqləndirən Allaha olan imanları idi. Həmin o iman onların daxilində dərin etiram yaratmağa səbəb olmuşdur. Bütün ürəkdən Allaha güvənməyə səbəb olmuşdur. Və bilirsiniz, ancaq onların adları müqəddəs kitaba yazmaraq bu kitabın bağlanması barəsində danışmırıq. Bu hələ də açıqdır. Korinfillər məktubunda 1-ci fəsil 26-cı və 31-ci ayələrə baxanda aydın şəkildə görürük ki, Allah insanları davamlı olaraq çağırır. Və çağırdığı insanları xüsusi bir istedadına görə çağırmır. Hansısa üstün bir keyfiyyətlərinə görə çağırmır. Kiminsə biliyinə, təcrübəsinə, yaraşıqlı olduğuna, gözəl natiq olduğuna görə çağırmır. Adi, sıradan olan insanları çağırır və sıradan olan insanları öz varlığı ilə zənginləşdirir. Əgər Musa Allahın ona verdiyi çağırışa hədd deməsəydi, əgər Allaha itayət edib onun tapşırdığı işləri görməsəydi, əminəm ki, Musanın da dövründə yüzlərlə, minlərlə kişi xeylaqları var idi. Onlardan biri kimi olub, onu da torbağa tapşıracaqdılar, o da unudulub gedəcəkdi. Amma onun adını yaşadan Allaha güvəndiyi və etibar idi. Mən istəyərdim ki, ona nəsib olan bizə nəsib olsun. Və mən deyirəm, nəsib olur. Müqəddəs kitab deyir ki, Allah çağırır. Və istəyərdim ki, o ayəni oxuyaq və sonra davam edərəm. Qardaşlar, aldığınız çağırış barəsində düşünün. Bir çoxunuz bəşəri nöqteyi nəzərdən müdrik, nüfuzlu və yaxud əsilzadə deyildiniz. Razısıyıq bu ilə? Görünsün, maraqlı sözlərdir. Yəni, dünyaya baxanda, dünyada o qədər hikmətli və müdrik insanlar var ki, onlar sizə yuxarıdan aşağı baxarlar. Onlarda olan bilik, təcrübə, onların həyatda nail olduqları əşyalar, hansısa bir zinət, hansısa bir əmlak, onları digərlərindən üstün olduqlarını sanır. Və müqəddəs kitabda Allah öz həvarisi vasitəsilə bizə müraciət eləyəndə deyir ki, bax, sən dünyanın müdrikləri arasında müdriksiz sayıldın. Dünyanın nüfuzlu olanların arasında zəif, gözə görsənməyən biri kimi oldu. Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydığı, güclüləri utandırmaq üçün dünyanın zəif saydığı, dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdığı, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki, Allahın qarşısında heç bir insan öyünməsin. Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salihlik, müqəddəslik və satın alınma oldu. Buna görə də yazıldığı kimi öyünən Rəbdən öyünsün. Necə Musanın dövründə insanlar var idi, Musaya xor baxırdılar. Musanın bacarıqsız, edə bilməyən və üstəlik də ki, onun nitqində qüsur var idi. Üstəlik də onun qüsuru var idi. O danışanda kəkləyirdi, sözləri tam tənəffüz edə bilmirdi. Biz Davudun həyatına baxanda Davudun
güclü bir qəhrəman kimi görürük, amma biz zəburlarda onun duaları haqqında oxuyanda, o qorxurdu, çox şeylərdən qorxurdu, amma qorxusuna Allaha güvəndiyi ilə qalib gəlirdi. Allaha güvəndiyinə görə qorxusunu fəth edirdi. Biz başqalarının həyatına baxanda heç onlarda belə xüsusi bir keyfiyyət yox idi ki, deyəsən ki, Allah bu keyfiyyətə görə onu seçdi. Allah yaraşıqlıları seçir. Allah ağıllıları seçir. Allah hikmətləri seçir. Allah güclüləri seçir. Müqəddəs kitab deyir, yox. Bu dünyanın gözündə zəif, gücsüz, hikmətsiz olanları seçir ki, öz varlığı ilə zənginləşdirsin. Necə ki, Musanı zənginləşdirdi. Və Musanın sözü qabağında heç kim söz deyə bilmirdi. Çünki Allah öz varlığı ilə onu zəngin etdi. Davudun qarşısında heç kim çıxa bilmirdi və heç kim dura bilmirdi. Davud döyüş meydanına girəndə rəqib artıq uduzduğunu başa düşürdü. Ona görə ki, yox ki, Davud mahir döyüşçü idi. Davud Allaha güvənirdi. Təsəvvür edirsiniz, qələbə peşəkarlıqda deyil, qələbə Allaha güvəndikdədir. Ona görə müqəddəs kitab bizə öyrədir, nəsihət verir. Baxın necə gözəl sözdədir. Əgər sənin evini Allah tikmirsə, bizdə belə deyim var, ya Allah evini tiksin. Yəqin müqəddəs kitabdan getiriblər atalarımız bu sözü. Hə? Allah evini tiksin. Allah bizim evimizi tikir. Əgər Allah evini tikmirsə, müqəddəs kitab deyir, bənnaların zəhməti əbəsdir. Yəni onlar tikirlər, amma uğursuz olacaq. Əgər Allahla evini tikmirsənsə, əgər ömrünü Allahla yaşamırsansa, həyatdan kam almağı bacarmayacaqsan. Əziyyət, sıxıntı, təqib, göz yaşları və kədər. Əgər Allah şəhəri qorumursa, deyir, gözətçilərin növbə ilə həmin o şəhəri qorumaq mənasızdır. Onun ki, biz dualarımızda, ya Rəbb ölkəmizi qoru, ya Rəbb ölkəmizi müdafiə elə. Əgər Rəbb ölkəmizi müdafiə eləməsə, qoy Rəbb ölkəmizi müdafiə etməkdə xeyir dua versin. Allahın kəlamı bizi yönəldir ki, Allahı unudan bizlər öz həyatımızı hansısa bir ideoloji düşüncələr ilə, hansısa bir niyyət ilə yaşayanlar Allaha tərəf geri dönək. Allaha tərəf dönək ki, Allahdan da xeyir dua alaq. Çox maraqlı bir münasibət idi, hansı ki, zəburlarda görmək olur. Davud Allahın insanlara baxdıqda dedikləri sözlər. Məni axtaran yoxdur. Hamı öz yollarını azıb. Hər kəs öz gözündə doğru olanı edir. Oyda. Əgər Məsih həyatımızda olmasaydı, əgər Məsih həyatımıza böyük bir sevgi ilə gəlməsəydi, onlardan da biri biz olardıq. Ona görə müqəddəs kitab Məsih İsa'nın sayəsində Allahdan hikmət, bilik, güc, idrak aldığımızı deyir. Biz necə onu əldə edə bilərik? Gecə yatıb və səhər hikmətdə oyanacağıq. Biz gecə yatıb və səhər yuxudan durduqda təcrübəli və bilikli olacağıq. Əzizlərim, gündəlik həyatda hər gün üzləşdiyimiz məsələlərdə, hər bir vəziyyətdə Allahın sözünə etibar edərək qərarlar verəndə, münasibət bəsləyəndə biz ona əldə etmiş oluruq. Necə də Allahın kəlamı bizə nəsihət verir və öyrədir. Və bəzən də bu şeyləri etmək bizə çətin gəlir. Düşmənlərini sev. Ya Rəbb, bəlkə düşmənlərimlə döyüşüm, düşmənlərimi dəf etmək üçün mənə güc ver. Allah sizə deyir, onları sevməyi öyrən. Onları sevməyi öyrən. Qisas alan olma. Təsəvvür edirsiniz, qisas alan insan olma. Nə qədər insan var ki, indiyə qədər öz evində qonaqlıq verir və dəvət elədiyi qonaqların arasında elə insanlar var ki, ona qarşı içində o pis hissi yaşayır. Yıxılanda, büdrəyəndə əcəb oldu, Allah etdi. Allah qisasımı aldı deyir. Oyda bu bizə yaraşan tərz deyil. Bu Allahın xalqına yaraşan tərz deyil. Özünü Allaha aid edən insana yaraşan nümunə deyil. Ona görə biz bağışlamağı, sevməyi üstünlüyürük.
qısas almaqdan, payını verməkdən, əvəzini verməkdən üstün tuturuq. Çünki Allah bunu bizdən istədi. Allah istəyir ki, biz onun sözünə etibar etməyi bacaraq və biz başqa insanların bizə qarşı etdiyi həqarəti, bizə etdiyi pisliyi, bizə etdiyi zalımlığa görə üzr istəyirəm, biz Allahın sözünə etibar etdiyimizə görə bağışlayırıq. Çünki Rəbb elə dedi. Və biz Allahın sözünə itayət edib bu tərzi üstün tutduğumuza görə sizcə Allah cavabsız qalacaq? Əgər bu sözləri Allah bizə öğüt, nəsihət və təlim olaraq verdi və dedi bu əmanətimdir, əmanəti mən gələnə qədər saxla. Və Məsih bir gün gələcək, biz bunu bilirik. Allah bizə öz kəlamını əmanət olaraq verdi ki, biz həyatımızı onun təliminə uyğun olaraq quraq. Və sizcə bu təlimə görə, bu münasibətə görə ömür yaşayanlara qarşı Allah səxavətini göstərməyəcək, mütləq göstərəcək. Çünki Allah vəfalı və sadiqdir. Yaqubun məktubunda 2-ci fəsil 5-ci ayədə təkrar eləyərək bu sözlər yazılır. Ey sevimli qardaşlarım. Qardaşlar deyəndə əlbəttə ki, bacılar da nəzərdə tutulur. Bu müqəddəs kitabda müraciət formasıdır. Ey sevimli qardaşlarım, dinləyin. Allah bu dünyanın kasıblarını imanda zənginləşdirmək və onu sevənlərə vəd etdiyini padşahlığın varisi olmaq üçün seçmədimi? Necə maraqlı sözlərdir. Allah bu dünyada kasıb, zəif, yoxsul, gücsüz olanları imanda zənginləşdirmək üçün seçdi. Və onu sevənlərə, kimdir onu sevənlər? Onu sevənlərə deyir ki, bu kitabda yazdığı vədləri verir. Allahı sevənlər sadəcə sözdə, dildə qəhrəmanlıq edənlər deyirlər. Allahın sevənlər ürəkdən Allahın öğüdünə, nəsihətinə qulaq asanlardılar. Allahın təlimini gündəlik həyatda yaşadanlardılar. Onlar sözdə deyil, öz həyat tərzlərində, əməllərində Allahı sevdiklərini nümayiş etdirirlər. Yoxsa necə də gözəl olar, hə? Yəni necə də bəlkə də gözəl də olmaz, heç söz orada uyğun gəlmədi. Necə də ağılsız səslənər, mən hətta deyərdim ki, əgər kimsə səni sevirəm deyir və sonra iynə ilə iynələyir səni. Yox, o səni sevirəm sözü heç mənasız olar. Ya da sənə deyir ki, səni sevirəm və bu sözdən sonra üzünü çöndərir və çıxır gedir. Amma sənin üzləşdiyin, yaşadığın, sənin indiki dövrdə olduğundan heç maraqlanmaq da istəmir. İstəyərdiniz kimsə sizi elə sevsin. Yox. Sənə hansısa bir hədiyyə verir və deyir, sən buna layiq deyilsən, amma götür də. İstəyərdiniz elə hədiyyələr əldə etmək. Heç kim istəməz. Heç kim belə münasibət istəməz. Heç kim istəməz ki, kimsə ona sözdə sevgi bildirsin, amma münasibətdə isə hörmətsizlik, belə xoşa gəlməz bir hərəkətlər ilə öz münasibətini göstərsin. Allahı sevənlər, onlar ancaq sözdə deyil, onlar Allahın sözünü özləri üçün rəhbər tutanlardır. Ona görə İsa Məsih davamlı olaraq çağırır. O davamlı olaraq çağırır və onun müraciətinə baxanda çox maraqlı sözlər deyir. Ey bütün yorğunlar və yükləri ağır olanlar. Yox. Ey bütün yorğunlar və yükləri ağır olanlar. Yəni mənim xəbərim var sənin özləşdiyindən, mənim xəbərim var sənin yorğunluğundan, mənim xəbərim var sənin üçün ağır yük nə olduğundan xəbərim var. Mənim yanıma gəl ki, mən o yükü sənin üzərindən götürə bilim. Mənə etibar etməyi öyrən ki, həmin o yükdən azad olasan, sənin ürəyinə sıxlıq getirən, səni kədər getirən, səni məyus edən, sənin gözündə o sevinç qığılcımını alıb ümidsizliyi verən səndən götürüm deyə mənə tərəfdən. Mənim yanıma gəlin. Mən sizə rahatlıq verərəm. O da necə gözəl sözlərdir. Necə gözəl sözlərdir. Rəbb deyir, rahatlıq məndədir. Əgər o rahatlığı istəyirsənsə, mənə tərəfdən. Mənim boyunduruğumu üzərinizə götürün və məndən öyrənin. Çünki mən həlim
və qəlbən itaətkaram. Bununla, yəni bu yol ilə, həlim və qəlbən itaətkar olmaq ilə canınıza rahatlıq tapacaqsınız. Və biz də yara biz belə olmaq istəyirik. Biz canımıza rahatlıq tapmaq istəyirik. Ona görə də biz də həlim olmağını öyrədirik. Biz qəlbən itaət etməyini öyrənirik. Çünki bununla canımıza rahatlıq tapacağıq. Məncə Məsih isə bizə verdiyi vədlər çox gözəldir. Onun verdiyi vədlər bizim həyatımız üçün çox faydalı və həyatımız üçün həll edicidir. Allaha yaxınlaşan, Məsihə tərəf dönən canına rahatlıq tapır. Biz dönməyənlər, məncə dönməyənlər üçün hələ ümid var. Nə qədər canınızda nəfəs varsa, dönməyə tələsin ki, tezliklə yükdən azad olasınız. Tezliklə Allahın sözünü həyatınız üçün rəhbər tutasınız. Və mənim xoşuma gəlir Məsih İsa'nın həvarisi Paulun məktubların, Korintiyada məktublarında birazdan belə söz deyir. Siz datdınız və siz bilirsiniz, Rəbb yaxşıdır. Və mən deyirəm, bəli, biz Allahı datdıq. Necə onu datdıq? Onun kəlamını öz həyatımızda qəbul etməklə, onun nəsihətinə ürəyimizdə yer vermək ilə, həmin o nəsihətə görə davrandıq və gördük ki, müsbət nəticə buradan gəlir. Müsbət nəticə buradan gəlir. Haçan biz Allahın sözünü gündəlik həyatda icra edirik. Allahın sözünü yaşadırıq. Yaşadırıq münasibətlərdə, ailədə, dostlar arasında, işdə, olduğumuz hər bir yerdə Allahın övladı kimi ömür yaşayırıq və görürük ki, bunun nəticəsi var. Ona görə biz deyirik, biz datdıq, Rəbb yaxşıdır. Onu sevənlər üçün əli açıqdır. Gəlin Allahı sevənlər kimi ömrümüzü davam edək yaşamağa. Sizinlə bölüşdüyüm, bu gün danışdığım çox istəyərdim ki, sadəcə burada bu divarlar arasında qalmasın da, hə? Amma əgər bunu özümüzlə aparsaq, əgər Rəbb tərəfindən çağırış alıb və Allahın bizi iman vasitəsilə zənginləşdiyini unutmasaq, əgər başa düşsək ki, doğrudan da Allah bizə əsl gözəlliyi və zənginliyi verib və o əsl gözəllik və zənginlik o pulla alınası deyil, təqdim edilən qurbanlarla da deyil, ibadət ilə də mümkün deyil onu almaq. Heç kim Allahdan bunu ala bilməz, əgər Allah özü onu verməsə. Allahın istədiyi şərt budur, mənə iman et. İman edən üçün hər şey mümkündür. İstəyərdim ki, həmin o imanı yaşayaq. Nəinki biz yaşayaq, həmin o iman barəsində digərlərindən bölüşək. Övladlarımız varsa, övladlarımız üçün yaxşı bir nümunə olaq. Həyat yoldaşlarımız, valideynlər, dostlar varsa, onlar üçün bu nümunəni verək ki, Allah onu axtaranlar üçün xeyirxahdır. Allah yaxşıdır. Allah rəhimli, bağışlayan və sevəndir. İstəyərdim ki, həyatımız belə davam eləsin. Əbədi həyatı seçilən bir insanlar kimi. Bugünə bölüşmək istədiyim bu qədər idi. Bu ilə də bitirdik. Çox sağ olun. Quraq hər birimizə xeyir dua versin.